Həkim olmağın yan təsiri tez yanıb külə dönməkdir. Dediyim kimi, həkimliyin əsas qayəsi mərhəmətdir. O mərhəmət hissi zorlanandan sonra insan sadəcə həkimlikdən bezə bilir. Həkimliyin yan təsiri bezməkdir. Mən yaxşılaşıram meditasiya ilə. Meditasiya universal bir vasitədir ki, heç bir dərmana insana ehtiyacı yoxdur. Əlbəttə, biz də müəyyən simptomatik işlərdən istifadə edirik. Deyək ki, burnum tutulursa sprey eləyə bilərəm, amma illərlə heç vaxt eləmərəm. Müəyyən bir çətinliyim olarsa da, ağrım, filanım, qızdırmam, mən də 1-2 günlük istifadə eləyə bilərəm. Antibiotiklərdən filandan bəs məkandan. Amma bir naturopat kimi, bir valiolog kimi mən təbiətin bir hissəsi bunu bilirəm və təbiətin bir hissəsi olaraq ahəngilimi bərpa eləməyə çalışıram. Ahənglik bərpa olunan kimi də mən də bərpa olunuram və kimyasal dərmanlara ehtiyac yoxdur.